Milli Müdafiə Universitetindəyik. Bu bölməyə hər kəs seçilmir. Yüksək bal, xarici təhsil, real nəticə. Seçim məhz bu meyarlarla edilir. Məqsəd aydındır. Bu təşəbbüsün məqsədi istedadlı gənclərin bilik və bacarıqlarından səmərəli istifadə etmək, onların karyer inkişafına dəstək verməkdir. Yeni konsepsiyaya əsasən sözü gedən çağırışçılar ilkin hərbi hazırlıq proqramını bitirdikdən sonra Milli Müdafiə Universitetinin tərkibində fəaliyyət göstərən xüsusi bölmələrdə xidmət edir. Bu bölmələrdə 600 və daha yüksək bal toplamış, dünyanın ən yaxşı 500 universiteti sırasına daxil olan təhsil müəssisələrində təhsil almış, həmçinin Respublika və fən olimpiyadlarının qalibləri xidmət edir. Burada gün dinamik başlayır. Bir tərəfdə strateji düşüncəni inkişaf etdirən şahmat, digər tərəfdə sürət və refleks tələb edən tenis. Amma hərbi intizam unudulmur. Hazırlıq ciddi şəkildə davam edir. Dəhlizlərdə sükut olsa da proses dayanmır. Hüquq, idarə etmə və analiz kimi mövzular daim diqqət mərkəzindədir. Əsgər İnqilab Hüseynzadə 685 balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub. Qəbul balına görə prezident təqaüdünə layiq görülüb. O həm də xaricdə təhsil dövlət proqramı çərçivəsində Amerikanın nüfuzlu Berkeley, Kaliforniya Universitetində magistr dərəcəsi alıb. Burada xidmət etdiyim 7 ay ərzində mən öz ixtisasıma uyğun olaraq Müdafiə Nazirliyinin müvafiq struktur bölməsinə cəlb olunmuşam. Orada öz ixtisasım üzrə çalışıram, belə deyək. Orada çalışdığım müddət ərzində nəinki öz praktiki bacarıqlarımı itirmirəm, qoruyub saxlayıram, həm də hərbi qanunvericiliyi barəsində çox dəyərli məlumatlar əldə edirəm. Burada nəzəri biliklər birbaşa praktikada, yəni xidmətdə tətbiq olunur. Heydər Əliyev Muzeyində isə tarix və dövlətçilik ənənələri əyani şəkildə öyrənilir. Sərbəst müzakirələr zamanı fikir toqquşur, nəticələr formalaşır. Əsas məqsəd susmaq deyil, düşünmək və təhlil etməkdir. Başqa bir əsgər, Kamil Şükürov, bakalavr təhsilini Macarıstanın Karvinus Universitetində alıb və beynəlxalq iqtisadiyyat ixtisasına yiyələnib. O, dövlət proqramı xətti ilə London İmperial Kollecində innovasiyaların idarə edilməsi üzrə magistratura pilləsini fərqlənməklə bitirib. Şəxsən mənim üçün bu xidmət dövründə ən böyük uğur düşüncə tərzinin dəyişməsi oldu. Hadisələrə daha geniş baxmaq, qərarlanmayan sonra daha da dərinə dərk etmək və gördüyümüz işin dövlət üçün nə qədər önəmli olduğunu, ölkəmiz üçün nə qədər önəmli olduğunu hiss etmək. Və düşünürəm ki, bu yanaşma da növbəti mərhələlərdə də mənim üçün mühüm rol oynayacaq. Hərbi rejimə uyğun olaraq qısa fasilə və qidalanmadan sonra proses yenidən davam edir. Kitabxana oxumaq, araşdırmaq və tətbiq etmək mərkəzidir. Digər bir istiqamət isə texniki təhlükəsizlikdir. Burada xidmət klassik modeldən fərqlənir. Əsas hədəf verilmiş tapşırıqdan çox real nəticə əldə etməkdir. Əsgər Asim Orucov isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kiber təhlükəsizlik ixtisasına 634 balla qəbul olub. Elə həmin universitetdə magistr dərəcəsi alıb. Bir kiber təhlükəsizlik mütəxəssisi olaraq hal-hazırda Müdafiə Nazirliyində öz ixtisasım üzrə çalışmaq, təcrübələrimi genişləndirmək və bilik və bacarıqlarımı da tətbiq etmək mənim üçün böyük bir qürur hissədir. Belə ki, bizlər burada real layihələr üzrə işləyir, həmçinin ordumuzun rəqəmsal infrastrukturunun müdafiəsinə töhfələrimizi veririk. Qeyd edək ki, gələcək çağırışlarda bu kateqoriyaya uyğun gənclərin intellektual bölmələrdə xidmət etməsi üçün onların ailə üzvləri Müdafiə Nazirliyinə müraciət edə bilərlər. Bunun üçün müvafiq məlumatlar çağırış ayının əvvəlindən növbəti ayın sonuna dək Nazirliyin elektron post ünvanına göndərilməlidir.